Mərkəzi Komitənin bölmə rəisi məni otelə çağırdı ki, sənə burada ad verəcəm. Bakıdan üz döndərən, övladı olmayan, dostlarını itirən qaynananın afəti İnarə Aleksandrovna Quliyeva 1950-ci il yanvarın 4-də Moskvada anadan olub. 1972-ci ildə Rus Teatr İncəsənət Akademiyasını bitirib. 1994-cü ildən Rusiyanın əməkdar artistidir. Rusiyanın xalq artisti, opera aktyoru Vitali Mişle ilə ailəlidir. Ata tərəfdən Azərbaycanlı olduğu üçün soyadı Quliyevadır. Atası Bakıda yaşayıb. Zabit kimi fəaliyyət göstərib. Bakıda xeyli qohumları olsa da, babası ilə nənəsi boşandıqdan sonra aktrisanın Azərbaycanlı qohumları ilə əlaqəsi kəsilib. Aktrisa müsahibələrinin birində bu haqda belə deyir. Stat: "Babamın 5 rəsmi nikahı olub və nənəm istəmirdi ki, biz onunla hər hansısa əlaqə saxlayaq. O vaxt bizim Xəzər dənizçiliyi binasında evimiz də vardı." Statın sonu. İnarə Quliyeva rejissor Oqtay Mirqasımovla çox yaxın dost olublar. Onların ailəvi dostluğu bu günə qədər də davam etməkdədir. Aktrisanın Azərbaycan kino məkanında tanınmasının səbəbkarı da Oqtay Mirqasımov olub. Rejissor onu Rəşid Behbudov haqqında ekranlaşdırdığı 1001-ci Qastrol filmində İradə roluna çəkilməyə dəvət edib. Aktrisanın dayısı Aleksandr Tixonov da müğənni olub. Radio və televiziyada solist kimi fəaliyyət göstərib. Lakin 2-ci Dünya müharibəsi zamanı bir ayağını itirdiyi üçün sonralar heç vaxt səhnəyə çıxa bilməyib. Qaynana filmindəki afət roluna çəkilmək üçün aktrisa Moskvadan Bakıya dəvət olunub. Bu rolun ifaçısı artistik istedadından başqa əla xarici görünüşə, musiqi qabiliyyətinə, plastikliyə və eksentrikliyə malik olmalı idi. Çünki bu obraz filmdə müzik holunun solistidir. İnarə ilə yanaşı bu rol üçün Leningrad və Moskvadan 4 gənc aktrisa da dəvət edilir. Sınaq çəkilişlərində İnarə qalib gələrək afət roluna təsdiq olunur. Azərbaycanlı tamaşaçılar bu rola qədər onu Alma Almaya bənzər, Dədə Qorqud, Günlərin Bir Günü filmlərindən də yaxşı tanıyırdılar. Qaynana filmi haqqında suallara o belə cavab verib. Stat: "Xatirəmdə ancaq xoş təəssüratlar qalıb. Gülməli hadisələr yadımda qalmayıb. Amma demək istərdim ki, Nəsibə xanım hamıya qarşı həddindən artıq mülayim, gülərüz, diqqətcil və hörmətlə davranır." Statın sonu. Azərbaycanda 8 filmə çəkilən aktrisa bir müddət sonra tamamilə unudulur. Buna səbəb isə aktrisanın kədərli şəkildə Bakıdan üz döndərməsi olur. O, müsahibələrinin birində bu məsələyə belə aydınlıq gətirir. Stat: "Bakıda olarkən Mərkəzi Komitədə kino bölümünün rəisi məni Köhnə Moskva otelində otağına dəvət etmişdi ki, orada mənə ad vermələri üçün sənədlərə qol çəkim. Mən isə bu dəvəti rədd etdim və getmədim. Bu hadisədən sonra Bakıda mənim üçün rol tapılmadı. Hamı məni unutdu və artıq 30 ildən çoxdur ki, Bakıda məni yada salan yoxdur. Mənim sevimli rejissorum Oqtay Mirqasımovu həddindən çox istəyirəm. Həmçinin onun həyat yoldaşı Nailə xanım bu hadisə barədə biləndən sonra təsirlənib ağlamışdılar. Mən öz şəhərimə və öz xalqıma daha lazım olmadım." Statın sonu. Rejissor Oqtay Mirqasımov aktrisa ilə dostluq münasibətlərinin bitməsinə belə aydınlıq gətirir. Stat: "İnarənin atası xalis Azərbaycanlı, anası isə Rus idi. Onu ilk dəfə burada filmə mən çəkmişəm. Bizimlə çox yaxşı dostluğu olub. Çəkilişlərə gələndə bizdə qonaq olurdu. Həyat yoldaşım və qızım Ayanla da dost olublar. Amma Sovet İttifaqının dağılması, sonradan baş verən hadisələr tək onunla yox, Rusiyadan olan bir çox adamlarla əlaqələrimin kəsilməsinə səbəb oldu. Düzdür, baş verənlərdə sənət adamlarının günahı yox idi, amma mən onların bir çoxunun telefon nömrələrini bloknotumdan sildim. İnarə ilə isə son dəfə 2014-cü ildə Moskvada rastlaşdıq. O bir tədbirə həyat yoldaşı ilə birgə gəlmişdi. Hər ikisi ilə görüşdüm, söhbət etdik. Lakin aradan keçən zaman münasibətlərə xeyli təsir göstərmişdi. Sonuncu dəfə Bakıdan ayrılanda cəmi 30 yaşı oldu. O, Azərbaycan dilində yalnız 3 söz bilib. Gəl bura, əyləş, mən səni sevirəm. Statın sonu. Sözün düzünü dediyinə və qürurlu olduğuna görə orta məktəbdə oxuduğu zaman sinif rəhbəri aktrisalığa olan həvəsini görüb ona deyir. Stat: "Sən heç vaxt aktrisa ola bilməyəcəksən. Çünki heç kimin qarşısında sınmırsan." Statın sonu. 76 yaşlı İnarə Quliyeva heç vaxt övlad sahibi olmayıb. Namiq Abbasov, Today Press TV.